Salam əziz izləyicilər, hər biriniz xoş gördük. Bugün mən sizə ədəddə neçə təklik, neçə onluq, neçə yüzlük, neçə minlik var, onu izah edəcəm. Əgər siz bu tapşırıqlarda çətinlik çəkirsinizsə, o zaman yaxın oturun və 5 dəqiqə ərzində asan üsulla bu tapşırıqların həllini öyrənin. Ədəddə neçə təklik var? Belə bir ədədə baxaq. 8764. Gəlin görək 8764 ədədində neçə təklik var? Bunu belə başa düşək. Tutaq ki, bizim 8764 manat pulumuz var və pullarımızın hamısı 1 manatlıqlardan, yəni təkliklərdən ibarətdir. O zaman neçə təklik olacaq? Əlbəttə ki, 8764 təkliyi üst-üstə qoysaq, bizim pulumuzu ödəyəcək. Deməli, əgər sizdən soruşsalar, ədəddə neçə təklik var, o zaman nəyi götürəcəksiniz? Elə ədədin özünü götürəcəksiniz. Deməli, ədəddə 8764 təklik var. Ədəddə neçə onluq var? Gəlin baxaq. Tutaq ki, belə bir ədəd verilib 7834 və soruşulur ki, ədəddə neçə onluq var? O zaman biz nə edəcəyik? Onluq soruşursa, onluqda neçə sıfır var? 1 sıfır. O zaman ədədimizin sonundan bir rəqəm silirik. Yəni bu sıfıra uyğun olaraq bir rəqəm silirik. Yerdə nə qalacaq? 783. Deməli, bu ədəddə, yəni 7834 ədədində 783 onluq var. Ədəddə neçə yüzlük var? Baxaq. Tutaq ki, bizə belə bir ədəd verilir. 2876 və neçə yüzlük olduğu soruşulur. O zaman biz nə edəcəyik? Yüzlük deyirsə, yüzlüyün sonunda neçə sıfır var? 2 sıfır var. Bu 2 sıfırın sayı qədər ədədimizin sonundan rəqəm silirik. 1, 2. Yəni bu sıfırlara uyğun olaraq 2 rəqəm silirik. Yerdə neçə qalacaq? 28. Deməli, 2876 ədədində 28 yüzlük var. Ədəddə neçə minlik var? Əgər sizdən soruşurlarsa, ədəddə neçə minlik var? O zaman onu da bu qaydada yerinə yetiririk. 2583 ədədində neçə minlik olduğunu tapmaq üçün bizdən minlik soruşursa, minin sonunda neçə sıfır var? 3 sıfır. O zaman ədədimizin sonundan 3 rəqəm silirik. 1, 2, 3. Neçə qalacaq? 2.